xeyir olsun əziz tamaşaçılar və dəyərli izləyicilərimiz, hər birinizi Kisahil İnternet Televiziyasının efirindən salamlayıram. Bizimlə həmsöhbət verilişini izləyirsiniz. Əziz tamaşaçılar, bugünkü informasiya serində medianın missiyası nədir? Cəmiyyətə yol göstərən bir güc, yoxsa sadəcə reyting yarışı aparan bir platforma mı? Sosial medianın yüksəlişi, jurnalistikanın peşəkarlıq səviyyəsi və redaksiya azadlığı barədə studiyamızın qonağı ilə həmsöhbət olacaq. Studiyamızın bugünkü qonağı araşdırmacı jurnalist İpək Yolu Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazovadır. Xoş gəldiniz Aida xanım. Xoş gördük. Dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkür edirik. Çox sağ olun. İlk birinci sualım belə olacaq ki, ümumiyyətlə bugünkü Azərbaycan mətbuatını siz özünüz necə xarakterizə edərdiniz və öz təəssüratlarınızı öyrənmək istərdik. Həmçinin sizcə bir medianın prioritetləri dəyişibmi, yoxsa yeni bir hələ də biz klassik prinsiplərlə işləyirik? Bu barədə ümumi təəssüratlarınız necədir? Buyurun. Bilirsiniz, mən tam tənqidi yanaşa bilmirəm mediaya. Çünki bəzən bizim elə gözəl yazan jurnalistlərimiz var, qələm əhlimiz var, qələmin komandirləri var. Bəli, onu duyan, hiss eləyən var ki, onlar yazanda mənim üçün bayram olur. Mən sevinirəm ki, yaxşı nəsə oxudum. Media çox çətinliklə də olsa ənənələri qorumağa çalışır. Çox mübarizə aparır. Media agentliyi görürsünüz, yaxşı yazıların 3 aydan bir müsabiqəsini elan eləyir ki, və bəlkə bunlar stimul ola yazmaq öyrənənlərə. Bu günləri medianın kapitanları, komandirləri var idi. Onların yaratdığı məktəb qalıb bir kənarda, biraz kənarlaşıbdır. Amma ortaya gəlib çıxıbdır Facebook üzərindən, sosial şəbəkə üzərindən jurnalist olmaq istəyənlər. Bu medianın çox xəstə bir yeridir. Bu təkcə bizdə belə olsa, deyərəm ki, hə, bizdə dəhşətdir, bizdə media yoxdur. Amma bu günləri bütün dünyanın bəlasıdır. Dünyanı bürüyən belə bir problem. Bilmirəm Amerikada necədir, İngilis dilim yoxdur. Yəni, Mərkəzi Asiya Respublikalarında eyni situasiyadır. Orada gedirsən, onlar da jurnalist savadsızlığından şikayətlidir, qəzet oxunmur, kitab oxunmur deyir. Bizə gəlirsən, bizdə də eyni fikir. Ancaq ki, bilirsiniz, bugünkü medianı körlayan həm də bazardır, media bazarı. Bu günləri açılan yerli televiziyalar, müstəqil televiziyalar, az qala hər məhəllənin YouTube kanalı var. Belə kanallar aparıcı mediaları arxada qoyur. Nəyə görə? Çünki o aparıcı medialar əsl sözün dalıca, əsl mahiyyətin dalıca gedəndə pul qazanmaq istəyən bazar mediaları qabağa düşür gedirlər və çılpaqlıqla. Kiminsə yataq otağını göstərməklə, hansı ərlə arvadın dalaşmağın, barışmağın göstərməklə reyting yığırlar. Və bu da çox cəmiyyətdə acınacaqlı bir səhnəyə dönübdür. Bir balans yaradır. Və bilirsiniz, ümumiyyətlə balans qalmayıbdır. Tarazlıq tamam pozulubdur. Və elə bil ki, o yaxşı media görmək istəyənlər tərəzindən yuxarıdır, o birlər bizdən ağır gəlir artıq. Və disbalans pozulubdur. Bir vaxt var idi, media 4-cü hakimiyyət idi. Mən istəyirəm ki, biz elə bir media yaradaq ki, media yenə 4-cü hakimiyyət olsun. Hə, bugün sosial şəbəkələr bəzən bu rolu oynaya bilir. Hardasa nəsə bir hadisə olur, sosial şəbəkədə işıqlanan kimi polis, aidiyyatı digər orqanlar həmən müdaxilə eləyir. Operativ cəhətdən daha üstündürlər, amma mənfi cəhətlər təbii mənfi cəhətləri göz qabağındadır. Bilirsiniz, bu həm də nədəndir? Bizim təhsilimiz bataqlıqdadır. Bizim təhsilimiz bataqlıqda olmasaydı, o uşaqlar repetitor yanına deyil, müəllim yanına, öz məktəblərində oxusaydılar, onların mediadan da xəbəri olardı, kitabdan da xəbəri olardı. Vəziyyət bu qədər kritik olmaz. Bəli, qəzetdən də xəbəri olardı. Uşaqlar robot kimi gedirlər ki, mən müəllim yanına gedib hazırlanmalıyam və o qabiliyyəti olub-olmayan hər kəs olan pulunu müəllimlərə, repetitorlara xərcləyir ki, təki bunun uşağı getsin, hardasa oxusun. Məktəb Təhsil Nazirliyi də belə bir
şərait yaratmır ki, uşaq məktəbdə oxu. Və baxın, hamısı bu savadsızlıq buradan yaranır. Bizim sosial şəbəkələrdə, mənim eşitdiyimə görə Avropada sosial şəbəkələrdə bizimki qədər çılpaqlıq yoxdur. Yəni, ağlı olan adam, birisi sosial şəbəkəni nəyə görə mən girib o pornoqrafik səhifələrə baxmıram, adam döyən səhifələrə baxmıram, yəni şiddət olan səhifələrə baxmıram. Bunu insanın yaşam göstəricisi, savadı, intellekti seçir. Hər kəs, yəni sosial mediadan bir özünə uyğun şəkildə Bəli, və o savadı olmayan, məktəb oxumayan, müəllim yanına qaça-qaça gedən uşaqlar və ancaq molla yanına gedib din dərsi almaq istəyənlər, onlar ancaq sosial şəbəkədə həmin dediyimiz segmenti seçəcəklər və əlbəttə xəbər oxumayacaqlar. Bilirsiniz, biabırçı nədir? Məktəb direktoru, müəllim, həkim, injinier, mühəndis. Hansınasa deyirsən ki, filan yerdə filan yazı oxumuşam. Deyir, YouTube linkini göndər də mənə. Bunlar elə bilir ki, ancaq YouTube-dan baxmaq olar. Və yaxud da TikTok. Mən ümumiyyətlə TikTok səhifəsinə girmirəm. Və TikTokda var. Təsəvvür eləyin, görün. Deməli, bizim məşhur qəşəng saytlarımız var da, dəqiq xəbər ünvanlı. Onlar belə saytları tanımırlar. Bilmirlər ki, oxuyub oradan götürmək olar, istinad eləmək olar, inanmaq olar. Bu bizim cəmiyyətin bəlasıdır və bizim onlarla mübarizə perspektivimiz də çox uzaqdadır, çətin olacaq. Ən birinci onunla mübarizə aparmaq üçün cəmiyyət savadlanmalıdır. Ayda xanım, dediyiniz bu məsələlər ənənəvi jurnalistikanı sıradan çıxaracaqmı? Bu günləri bu çox tez-tez verilən sualdır, mətbuatın 150-yi münasibəti ilə. Xeyr, ənənəvi jurnalistika heç vaxt çıxmayacaq. Yenə də nə qədər olsa da, 50 nəfər də olsa, yaxşı yazanı oxumaq istəyəcək. Elə imzalar var ki, 50 il bundan əvvəl olub, amma onu jurnalist cəmiyyəsində, alim cəmiyyəsində, ədəbiyyatçı cəmiyyəsində tanıyanlar və xatırlayanlar var. Bilirsiniz, nə vaxta qədər gedəcək xəbər oğurluğu? İndi ChatGPT yaranıbdır. Bu yaxınlarda bir nəfər iş yoldaşım şeir tərcümə eləyirdim. Mənə dedi ki, ver ora tərcümə eləsin də. Dedim, o şeiri də tərcümə eləyir. Dedi, hə, mən də heç vaxt nə Google Translate ilə, nə heç bir yerlə heç nə tərcümə eləmirəm. Mən elə bilirəm ki, o yazdığım yazıya və qələmə xəyanət eləyərəm. Utanaram. Necə mən o? Olur, bir cümlə olur ki, başa düşməməzlik olur. Yəqinliyə çatmaq üçün eləyirəm. Bəzi adamlar var, bütün kitabı götürür, ora atır, vicdansızcasına və o kitabı götürür, deyir ki, mən tərcümə eləmişəm. Şeirdən Saxa Yakutyanın şeirinin rusca şeiri var idi, Respublikadan məşhur şairənin. Onun şeirini baxdım ki, 2 bənd şeir heç nə vermədi mənə. O ruhu vermədi. Mən axı əgər mən Natalya Xarlampovanın o şeirində, o sətrində duyuram. ChatGPT onu duymur. Və eləcə mən ora meyl aparmıram. Amma sən demə, bugün imtahana gedənlər, hətta mediada yazı yazanlar çoxsa ora verir öz yazıların. ChatGPT bunlar üçün ssenari qurur. Belə olsa jurnalistika bata bilər. Amma mən inanıram ki, bizim jurnalistikanın keşiyini çəkən hələ ki kapitanlarımız var. Biz əl-ələ verib elə eləyəcək ki, bu olmasın. Ən azı Azərbaycan Dövlət Universitetində o jurnalistlər yetişəcək ki, bizim yolumuzu davam eləsin. Sizcə ümumiyyətlə bunlar nədən qaynaqlanır? Dezinformasiyadanmı, dil peşəkarlığın, yəni bu qədər aşağı səviyyədə olmasına mı? Yəni səbəb nədir? Bilirsiniz, jurnalistika, bax, dil peşəkarlığı da yoxdur. Nəyə görə? Dil peşəkarlığı bilirsiniz, nə vaxt yaranır? Siz bayaq dediniz ki, uşaq vaxtı qəzəl öyrənirdiniz. Elə deyil. İndi sizin yaşda çox az uşaq, ya yeni yetmək, gənc, 8-ci sinif gedim, çox 10 nəfər yəqin ki, mən taparam ki, qəzəl desin mənə.
Amma qəzəl də bilməli. Mənim yadımdadır 8-ci sinifdə biz Şəbi Hicran şeirini Füzulinin deyəndə mən onu güzgü qabağında qoyub dayanıb əzbərləmişdim. Onu elə həvəslə oxudum ki, elə bilirdim ki, dünya mənimdir. Mən Füzulinin Şəbi Hicranını bilirəm. Və o yaddaş indi də məndədir. Şeir öyrənməyən toplumun yaddaşı olmur. Ədəbiyyat oxumayan toplum vətəndaş kimi formalaşa bilmir və bu problemdir. Biz adamları ədəbiyyata qaytarmalıyıq, insanlarımızı. Sövq etməliyik. Mütləq sövq etməli, təbliğat getməlidir. Televiziyalarda görün nə gedir. Həmkarımızın verilişi var, səni axtarıram. Bir dənə bir dəli qız var, qoyublar ortaya, televizorda baxmıram. Bilə-bilə baxıram hərdən ki, görün bu dəlini nə vaxta qədər hərləyəcəklər. Hava necədir? Hə, və bu qız bir dənə yaş bir türk oğlanının dalıca qaçır. Bütün kütlə də ona baxır. Biabırça. Axı, bu orada o qədər çirkin söhbətlər gedir. Ailə dəyərləri aşağı salınır. Olmaz, biz bütün vəclə... Beləcə etik çərçivədən tamamilə etik çərçivədən çıxır. Mən dəfələrlə vizual şuraya, audio şuraya zəng eləyib demişəm, internetdə belə qarşıma çıxanda ki, baxın da filan yerdə belə şey gedibdir. Bu verilişləri bağlayın. Gəlin əl-ələ verək. Bax, o verilişləri bağlamalıyıq. O verilişlər bağlanandan sonra biz ailə təməlini qoruyan, məktəbi formalaşdıran, ədəbiyyatı formalaşdıran verilişlər açmalıyıq. Sizin yadınızda olmaz, bəlkə də uşaq yaddaşınızda var. Bizim gənclik, yetkinlik, ahıllıq yaddaşımızdır. Ədəbi əsərlər nümayiş olunurdu. Yazıcı otururdu. Onun yazdığı əsərdən tamaşa göstərilirdi, hazırlanırdı. Ədəbiyyata sövq eləməliyik insanları. Baş verən hadisələrdir, cinayətlərdir, belə görürsünüz cinayətlər, narkomaniya görün nə qədər çoxalıbdır. Yəni biraz erkən yaşlı qızların erkən yaşlı qızların ərə verilməsi, erkən yaşlı qızların gedib barlarda, başqa yerlərdə pis münasibətlərdə olması, uyğun olmayan mentallığımızı əlindən alır cəmiyyətin. Axı bizim ədəbimiz var idi. Bizim ərkanımız var idi. Çıxırlar o TikTokda və ya başqa səhifələrdə cavanlar qışqırırlar, paltarlarını soyunurlar. Mənim yadıma gəlir, biz balaca uşaq idik. 73-74-cü il idi yəqin, bəlkə də 70-ci il idi. Dəli Kür kinosu gedirdi. Bədii filmin. Roman da var. O Dəli Kür, öz onda qara ağ idi ekran. Biz ona baxırdıq və orada qızın sinəsinin cırılması səhnəsi var. Həmin səhnə olanda anam bizə göz eləyirdi ki, keçin o tərəfə. Atanın yanında belə şeyə baxmaq olmaz. Biz bu dəyərləri qaytarmalıyıq cəmiyyətə. Toya gəlin çıxardır. Gəlinin bütün bədəni açıq, bütün kişilərə nümayiş elətdirir gəlini. O sənin bərəkətindir. O sənin rozindir. Özün görməzdən qabaq, bütün toy əhlinə göstərirsən ki, mənim gəlinimin figurası belədir. Bilirsiniz, bütün bunlar hamısı həm də tənqid olunmalıdır. O tənqid edilən bir platforma da yoxdur deyə, bu qədər açıq-aşkarlıq göz qabağında. Bəli, tənqid olunmalıdır. Amma tənqid eləyənə də indi baxmırlar. Bir qulağından alıb o birinə. Amma bunun üçün tənqid eləmək üçün efir, həmin o səni axtarıram, o zaurların verilişləri var, deyirlər. O verilişlərin əvəzinə belə verilişlər çıxmalıdır ki, filan gəlin sinəsi açıq çıxmışdı toya və yığışmalıdır tərbiyəli adamlar onu mühakimə eləməlidir, deputat oturmalıdır, ailə komitəsindən oturmalıdır, müəllim oturmalıdır, hakim oturmalıdır, vəkil oturmalıdır, psixoloq oturmalıdır. Ölçüb içməlidirlər, nəticə gəlməlidirlər, amma yox. Bəli, belə vəziyyətlər müzakirə olunmalıdır. İnanın ki, baxılacaq. Biz nə versək, onu görəcəklər. O yalandır ki, baxan olmayacaq, reyting. Siz bu verilişləri yığışdırın, cəmaat oturub evdə də çoxsu işləməyən. Yəni, internetə bax, bu günləri televiziyaya daha çox
internetdən istifadə eləməyənlər baxırlar. Və onlar baxacaqlar. Və baxanın biri də nəvəsi bir gün oturacaq yanında, deyəcək, qızım, bax, görürsən, bu belədir, belə eləmək olmaz. Bəs bugün beləcə televiziyalarda aparıcıların dil qüsurları və az öncə siz də qeyd etdiniz, etik cəhətdən uyğun olmayan hərəkətlər, ifadələrin işləməsi, buna sizin ümumi münasibətiniz necədir? Yəni bu hara aparır, yəni bu cəmiyyətdə o şəkildə desək? Bilirsiniz, audiovizual şura buna sərt reaksiya verməlidir, yüngül cəza olmamalıdır. Özünü düzgün aparmayan efirdə aparıcı efirdən uzaqlaşmalıdır. Əvvəl aparıcıların savadı var idi, əksəriyyətinin. İndiki aparıcıların çoxu onlara verilən mətni oxuyurlar, verirlər, heç bilmir, söhbət nədən gedib, diktor kimi oxudu mətni, ancaq və özünü göstərməyə çıxır. Onun amacı ancaq özünü göstərməkdir. Və bu mənada, bax, mənim özümün işlədiyim Azərbaycan Dövlət Televiziyasında qayda-qanun çox yüksək səviyyədə qorunur. Bax, dünənləri bizim elə Almaniyadan bir müxbirimiz Günel bağlantı eləmişdi. Vallahi baxdım ki, elə səliqəli geyinib, nə qızıl var qulağında, əlində, boynunda, kostyumda geyinib və xəbər ötürür. Və Azərbaycan Televiziyası bu qaydaları qoruyub saxlayır. Və Azərbaycan Televiziyası ana televiziyadır. Örnəkdir. Və mənə elə gəlir ki, bütün televiziyalar bu örnəyin ardınca getməlidir, yenə öyrənməlidirlər. Bugün efirlərdə yayılmış ən çox dil qüsurlarına nələri misal gətirə bilərsiniz? Dil, çünki oxumurlar. Kitabdan xəbərləri yoxdur. Bizim televiziyada gəlirlər, jurnalistikada oxuyanlar təlimlərə gəlirlər. Mən həmişə onlara deyirəm ki, gedin şeir öyrənin. Kitab oxumayacaqsınızsa, jurnalistikaya gəlməyin. Həmin o dil qüsuru olan, bax, elə bir ki, sual vermək məqamında sual tapa bilməyənlərin heç birinin savadı yoxdur, dərin savadı yoxdur. Üzdən oxuyublar. Əslində, televiziyalara işə götürülmək üçün onlar müsabiqədən keçirilməlidir. Çox sərt müsabiqələr, ağır müsabiqələr olmalıdır, imtahanlar. Yəni, sadəcə olaraq belə desə, yəni, quru şəkildə bir mətni əzbərləyib, onu praktiki cəhətdən tətbiq etmək, amma yəni, o da quru şəkildə beləsə. Yəni, bir nəyisə öyrənim, tətbiq edim. Qətiyyən öyrənməkləri yoxdur. Elə yazıb verirlər. Gəldi, əsas odur ki, gedib təzə həkimdən üz-gözünü düzəldib, dodaqları, təzə yanaqları yaxşı görünsün, üz dartma eləyib, üz dartması yaxşı görünsün. Biz bugün aktual olan sosial şəbəkələrdən bu cür istifadə olunma, dezinformasiyaların içində belə desək batırıq, süni intellektin yaranması, buna ümumi sizin... Bilirsiniz, sosial şəbəkə ilə bu günləri mübarizə aparmaq çox çətindir. Nə qədər adam dayanıb bunları gütsün ki, bunlar yazmayacaq, danışmayacaq. Elə hər adamın başının üstündə bir gözətçi olmalıdır. O gözətçi ailədə olmalıdır. Gözətçi ailədə olmalıdır, məktəbdə olmalıdır. Uşaqlara tərbiyə öyrədilməlidir ki, düşün, danış. Hər yerdə ağzına nə gəldi demə. Yüz ölç, bir biç. Yüz ölç, bir biç. Bir neçə gündür mən bu Rusiyada baş verən hadisələri yazıram sosial şəbəkədə və İran və Ruspərəstlər. Təsəvvür edirsiniz, söyüş söyürlər səhifəmdə. Elə təhqir edirlər məni. Vətəni satırlar. Bu vətənə xəyanətdir də bu. Sən vətənin içində otur. Bilirsiniz, bunların da hamısı onların evindəki tərbiyədir. Nümayiş etdirib göstərirlər. Sosial şəbəkə budur. Sosial şəbəkəni deyirsiniz, mən necə onu saxlayım? Əlacım ona qalır ki, Daxili İşlər Nazirliyinə bir ərizə yazım. Onların da o qədər işi var, həmişə yazmaq olmur. Hər şeyə görə Daxili İşlər Nazirliyi asayişi qoruyur. Ondan sonra bu günləri ölkəmiz hər tərəfdən sınaq qarşısındadır. Təzyiqlərlə üzləşirik. Hansı biri? Daxildə təhlükəsizliyimizi qoruyur. Biz nə edəyək? Özümüzünkilərdən özümüzü gözləyək, ya xaricdən? Ənənəvi müharibədən paralel olaraq informasiya müharibəsinin hökm sürdüyü bir dövrdə ikili standartların belə desək... Hamı əl-ələ verib bugün sosial şəbəkədə dövlətin dediyini deməkdənsə, təsəvvür edin, oturublar Azərbaycan bayrağı altında. Biri deyir ki,
İran yaxşıdır. Biri deyir Rusiya yaxşıdır. Biri deyir Türkiyə yaxşıdır. Türkiyə mənim üçün də yaxşıdır. Ondan sonra, yəni mənim dövlətimin marağını güdən bütün dövlətlər mənim üçün yaxşıdır. Amma mən bilirəm axı, Türkiyəni də sevmək olar öz bayrağından sonra. Öncə vətəndir. Mən vətənimi sevməyəcəmsə, mən Türkiyəni necə sevə bilərəm? Və sevdiyim də mənimlə eyni yolda, eyni ideyada olan dövlətlər və adamlar olmalıdır ki, biz əl-ələ verək. Ayda xanım, bu bilirsiniz nəyə bənzədir? Yəni bir məsələ vardır, insan birinci özünə hörmət etməlidir ki, kənardakılar da ona hörmət etsin. Bəli. Ay, çox sağ olun. Bax, çox doğru dediniz ki, sən özünü sevmirsənsə, özgəni necə sevə bilərsən? Elə deyil, öz ana atasına hörmət eləməyən adam, başqasına necə, nə qədər hörmət eləsə də, o yalandan göstərişdir. Eləcə də, sən Azərbaycanı sevmirsənsə, Türkiyəni də qarnın üçün sevəcəksən. Bir maraq güdəcəksən. Marağım var deməli sevməkdə. Ümumiyyətlə, cəza tədbirləri sərtləşdirilməlidir. Cəza tədbirləri olmalıdır ki, vətənə satan, sözlə belə satan cəzalanacaq. O sözü yazırsa, deməli bunun əməlində nəsə var, deməli bunun qanı pozuqdur. Düzdür, bəli. Yəni onu bir şeylə ifadə edir də, yəni göz önünə qoyur. Bəli. Bunlara qarşı biz bu tərbiyəni verməliyik məktəblərdə dərs keçilmir axı, uşaq nə alsın məktəbdən? Sadəcə uşaq quru-quru gedir ki, quru-quru əldə edim. Yəni adı gündəliyə bir qiymət yazılsın. 9-cu sinifə qədər, 10-cu sinifə qədər gedir, 10-cu sinifdən sonra da müəllim yanına gedir. 150 baladan universitetə gəlir. 150 bal toplayan uşaqdan nə gözlürsün? Nə alim olacaq. Bugün bizdə alim yetişmir, siz onu bilirsiniz. Bugün bizim alimlərimiz olan alimlərimiz də heç yerə göndərilmir ki, gedib elmi biliklərin artırsınlar, axtarış yaparsınlar. Mənim əlimə bir dənə biblioqrafik kitab keçibdi. Təsəvvür edin, 1929-cu ildən bu yana qədər. 93-cü ildən sonra demək olar ki, 2-yə 3-ə düşübdür. Alimlərimizin harasa gedib, nə vaxtsa elmi işlərə görə araşdırma aparmağı. Bizim bilirsiniz nə qədər zəngin tariximiz var. Bizim nə qədər tarixi köklərə dair informasiyalarımız var Avropa kitabxanalarında. Biz gedib o arxivləri oxumaq üçün yetişdirməliyik. Bunun üçün də həm də nəzərə alınmalıdır o alimlərin ailəsi. Alim gedirsə, əsgər kimi gedir. Orada da təminatı olmalıdır. Burada da ailəsinə maaş verilməlidir. Artıq o alimi görəndə uşağın biri deyəcək ki, mən də alim olacam, böyüyüb alim olacam, tarix və yaxud da coğrafiya alimi. Və mən də elə bil ki, gedəcəm, mən də Ramin müəllim kimi, Ramin Əlzadə gözəl bir alimdir. Neçə vaxtdır yaza-yaza qalır, hər yerə yazır ki, məni göndərin, gedim, axtarışlarım var, Sabadım Ameyan Tarix İnstitutunda işləyir. Onu adam tapılmır göndərsin ki, gedib öz elmi nəticələrinə nail olsun. Bilirsiniz, ziyalılarımızı da eşidən yoxdur. Səsini duyan yoxdur. Hə, müğənniləri eşidirlər. Çünki bilirsiniz, ziyalıları duyan, eşidən yoxdur. Yəni onu eşidib, o bilik səviyyəsi olan bir təbəqə yoxdur deyə onların səsinə Bəli. Bilirsiniz nəyə görə? Çünki var da, müğənnilər var, artistlər var, oxuyanlar var, özünü çılpaq göstərən. Onların səsini ama 2 saniyəcədə geri dönüş edilir. Filankəsin qızı boşandı, filankəsin oğlunun... Bir saat necə baxır, necə görür. Valla bu cəmiyyətə və uşaqlara çox mənfi təsir göstərir. Peşəkarlıq çox yaxşıdır. Peşəkarlıq ən birinci faktordur jurnalistikada. Obyektivlik və operativlik, bəli. Üstünə gələndə ümumiyyətlə çox gözəl bir panoram yaranır. Çox sağ olun Ayda xanım. Fikriniz üçün təşəkkür edirik. Sağ olun. Belə əziz tamaşaçılar və dəyərli izləyicilərimiz, bugünkü verilişimizin sonuna gəldik. Nəzərinizə çatdırmaq istərdim ki, studiyamızın bugünkü qonağı araşdırmaçı jurnalist İpək Yolu Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Ayda Eyvazova idi. Gələn görüşlərə dək.